Vur-havur, basa-bas, kəsə-kəs, qaça-qaç bu sözlər defslə yazılır, yoxsa bitişik? Hə, bir də nə zaman AE, nə zaman H ilə yazılırlar? Çox gözəl sualdır. Çünki bu sözləri əksəriyyət defislə yazır. Amma əgər təkrarlanan sözlər arasında bu şəkilçilər istifadə olunarsa, belə sözlər bir mənalı şəkildə bitişik yazılmalıdır. Nə zaman AE, nə zaman H. Əgər söz kar samitlə bitərsə, AE istifadə olunur. A qalın saytlı sözlərdə, incə saytlı sözlərdə istifadə olunur. Kəsə-kəs, tuta-tut və s. Bir dənə istisnamız var. Get, ha, get. Kar samitlə bitməsinə baxmayaraq H ilə yazılır. Dilimizi sevək və sevdirək.